1917-də 15 yaşlı Ruhullahın anası Hacər xanım vəfat elədi və qardaşı Seyyid Mürtəza Pəsəndidə imamı yanına çəkdi. 2 il sonra Ruhullah Xomeyndə öyrənmək istədiyini demək olar ki, tamamilə öyrənmişdi. Cənab Pəsəndidə ona təklif elədi ki, ilahiyyat sahəsində təhsilini təkmilləşdirmək üçün Ərak şəhərinə yollansın və orada təhsil alsın. Oldukça zekalı ve müdrik insanıydı. Həmin məsələ bahis oldu ki, İmam çox tez Xomeynin inkişaf və tərəqqi üçün kifayət etmədiyini başa düşüb Qum şəhərinə köçdü. Qumda isə çox salih, arif və səmimi insanların köməyi ilə böyük irəliləyişlərə nail oldu. Ruhullah Xomeyni 1919-da hələ 18 yaşına çatmamışdı ki, Xomeyn şəhərini tərk edib Ərak Ruhaniyyət hövzəsinə yollandı. Lakin hələ bu məktəbdə təhsilə başlamadan Qumda bir mədrəsəyə getdi. Həmin mədrəsə hələ də Qum şəhərində fəaliyyət göstərir. Ruhullah dini dərslərini o vaxt Ayətullah Şeyx Əbdülkərim Hairi Yəzdinin rəhbərlik etdiyi Ruhaniyyət hövzəsində oxudu. O günlər Qacar hökuməti ömrünün son anlarını yaşayırdı. Bu yeni tələbə 7 nömrəli hücrədə sakin oldu və burada təhsil almağa başladı. ایشون قبول کرد منتهای بشارت خوبی داد. İmam qəbul elədi və onun qəbul etməsi bizlərə də yaxşı xəbər idi. بین مدرس Mədrəsə ilə hücrə arasında Darüşşəfa məktəbi yerləşirdi. Bu mənim son arzum idi ki, imamla əlaqə qururdu. برای اینکه با امام Xüsusilə də ki, Cənab Xansari, Ağa Seyyid Məhəmməd Təqi Xansarinin dərsində bir yerdə olurduq. آقای Ağa Seyyid Məhəmməd Təqi Xansarinin şagirdlərindən biri də Cənab Əraki idi ki, qəbri Cənab Xansarinin və Cənab Şeyx Əbdülkərimin qəbrinin yaxınlığındadır. خوب یادم میاد Təhsil aldığım dövrdə عراکی بالای سر قبر mənim انصاری و آقای Cənab Əraki və Cənab İmam Xomeyni ilə çox yaxın dostluğum var idi. آقای خمینی Mübahisələrdən اینها ləzzət alırdıq və mən Cənab Xomeyninin buyurduqlarını ürəklə dinləyirdim. نظریاتی که گفته میشد Ruhullah hövzə dərslərini fiqh elmində Qum Ruhaniyyət hövzəsindəki böyük ustadlar, o cümlədən Ayətullah Xansari və Ayətullah Hairi Yəzdinin yanında oxudu. Ancaq fiqh dərsləri ilə kifayətlənməyib, məntiq, fəlsəfə və irfan kimi əqliyyə elmlərinin də əxsinə başladı və bütün bu elmlərdə böyük nailiyyətlər qazandı. و خودشان هم در فلسفه و عرفان Fəlsəfə və irfanda mərhum Ağa Şeyx Məhəmməd Əli İsfahani Şabadinin əlaçı tələbələrindən idi. Fəlsəfə və irfan elmlərini çox yaxşı öyrənirdi. Deyə bilərəm ki, 7 il onun tələbəsi oldu. Digər yerlərdə də elm öyrənirdi.
Məsələn, heyət elmini cənab həkimin yanında öyrənirdi. Fəlsəfəni isə mərhum Qəzvinidən fəlsəfə və fiqh sahəsində dünya şöhrətli Ağa Seyid Əbdülhəsən Qəzvininin məzarı da məhz elə bu məscidədir. Yəni, İmam Xomeyni ondan da feyziyab olurdu. Ancaq əsas müəllimi mərhum Şah Abadi. از مرحوم شاه آبادی. Ruhullah Xomeyni dini dərslərini təhsil alarkən təqva, irfan və təvazökarlıqla inkişaf etdi. Bir il Qumun qışı çox çətin keçdi. Darüşşəfa mədrəsəsi buz bağladı. O soyuq günlərdə və daşqınların axdığı zaman dəstəmaz alıb gecə namazını qılmağın mümkün olmadığı gecələr gənc tələbə olan İmam Xomeyni buzu qırıb soyuq su ilə dəstəmaz alır və gecə namazı qılır. Bu qafilələr sübh əzəldən nə zamandır? Həşrə kimi ardınca gələn rud rəvandır. Sərgəşdə və heyran hamı eşqində olub qərb, bu bəhrə düşənlər necə bitab tavandır. Gül çöhrəni gizlətmə kənar eylə niqabın, ta faş ola dünyaya ki olcanı cəhandır. Ey pərdeyi qeybətdə qalan, gəl sənə qurban. Canlar cana gəlmişdir, ürəklər nigarandır. Ey pərdeyi qeybətdə qalan, gəl sənə qurban. Canlar cana gəlmişdir, ürəklər nigarandır. Meyxanədə həsrətlə keçir hər gecə gündüz. Qaldırdığımız badə ürək, meydəki qandır. Ey dost, yanan qəlbimi yalnız özün oxla. Kipriklərin ox, qaşların isə kamandır. Qumda imamın qonşularından biri deyir, mən küçədən sovuşurdum. Hələ azan olmamışdı ki, gördüm ağlamaq səsi gəlir. Fikirləşdim ki, görəsən bir kəsə problem baş verib. Yaxınlaşıb gördüm ki, səs o boş bağdan gəlir. İmamın qaldığı evin yanından. Gördüm bir nəfər namaz üstündə ağlayır. İmamı tanıdım, ancaq maraqlandım ki, görüm gecənin bu vaxtı ağlayan, münacat edən kimdir? Dayandım və namazı bitəndən sonra gördüm ki, Hacığa Ruhullah Xomeynidir. Ruhullahın müəllimlərindən bir neçəsi məşrutə inqilabının başçılarından idi. Məsələn, Ayətullah Luzma Təbrizi, Şahabadi və Xansari. Bu məsələ kiçik tələbənin inqilabi əhval-ruhiyyə ilə tanış olmasına səbəb oldu. O dövrdə Qum ruhaniyyət hövzəsində dini elmlərin tədris edildiyi zaman əksər üləmalar siyasi işlərdən uzaq idi. Bu da birbaşa keçmiş krallıq nümayəndələrinin hədə-qorxu gəlməsinin təbii nəticəsi idi. Ona görə də din xadimləri bir qədər ehtiyatlı davranır və hövzədə dini elmlərdən kənara çıxmamağa çalışırdılar. Üləmalar və böyük din xadimləri o zaman artıq şəriət ehkamları və haram halal kimi məsələlərlə məşğul olur, müsəlmanların üzləşdiyi ictimai-siyasi məsələlərə kifayət qədər diqqət yetirmirdilər. Bu da həmin dövrdə böyük ictimai problemlərə səbəb olurdu. Ancaq Ruhullah bəzi vaxtlar Qum şəhərini tərk edib paytaxta gəlirdi. Məclisə gedib iclaslarında iştirak edirdi. Deputatların mübahisəsini Şahlıq Üsul İdarəsinin müxalif nümayəndələrindən hesab olunan Ayətullah Seyid Həsən Müdərrisin çıxışlarını dinləyirdi. Heç şübhə yoxdur ki, İmam Xomeyni Rızvanullah Teala əleyhin şəhid müdərrislə yaxın əlaqələri var idi. Və bu əlaqələrə imamın əsərlərində və xatirələrində də işarə olunur. İmam Həzrətləri öz əsərlərinin birində yazır ki, müdərrisin olduğu və Milli Şura Məclisində gedən mübahisələrin yaxından şahidi olub.
Birinci Dünya Müharibəsində qələbə çalmış Britaniya 1919-da İrana yeni hökumət təyin elədi və bu hökumətə başçılığı o vaxt İranda maliyyə və qoşun işlərini idarə etməkdə Britaniya hökumətinin müstəşarlığını qəbul etmiş Vüsuqud dövləyə tapşırdı. Seyd Həsən Müdərris ingilislərlə imzalanmış müahidənin icrasına qarşı çıxıb Əhməd Şah Qacara təzyiq göstərdi və onu Britaniya hökumətinin birtərəfli və qərəzli təzyiqləri qarşısında dayanmağa məcbur etdi. İxtilaf və gərginlik şiddətləndi. Nəticədə ölkənin şimal və cənub bölgələrində qiyam baş verdi. Azərbaycanda qiyama məclis üzvü Şeyx Məhəmməd Xiyabani rəhbərlik etdi. Şimal bölgəsində həmçinin Sərdar Mirzə Kuçek xan Qacar hökumətinin əleyhinə cihad elan edərək ayağa qalxdı. Hadisələrin sonunda Vüsuqud dövlə istefa verməyə məcbur oldu və ingilislər Ziyaəddin Təbatəbai adlı bir jurnalisti baş nazir vəzifəsinə təyin etdilər. Bu şəxs İran ordusunda Rızaxan adlı bir zabitlə əlbir olaraq paytaxtı inqilabçıların çəngindən çıxartdı. Ziyaəddin bütün müxalifət nümayəndələrinin həbsinə fərman verib, hamısını həbs elətdirdi. O cümlədən də İran parlamentinin tanınmış üzvü Seyd Həsən Müdərrisi. 3 aydan sonra Ziyaəddin Əhməd Şah Qacarı devirən ordu zabiti Rızaxan Mirpəncin xeyrinə hakimiyyətdən kənara çıxdı. Rızaxan 1926-da İranın şahı oldu və bu İmam Xomeyninin gənclik yaşı ilə eyni vaxta düşdü. Baxın ki, biz heç Qacarların hakimiyyətinin əvvəlində yox idik. Tutaq ki, Qacarların monarxiyası referendum çərçivəsində formalaşıb və məsələn, bütün millət onun lehinə səs verib. Ağa Məhəmməd Qacarı hakimiyyətə gətirib. Sonra isə başqa sultanlar hakimiyyətə gəliblər. Bizim zamanımıza da bir diqqət yetirin. Əhməd Şahın hakimiyyətində olduğu günlər heç birimiz Ağa Məhəmməd xanın zamanını dərk etməmişdi. ...25 yaşlı gənc tələbə ruhaniyyət hövzəsində bütün müəllimlərin, xüsusilə də hövzənin başçısı Ayətullah Hairinin diqqətini özünə cəlb etmişdi. Dedi, biz mərhum Ağa Şeyxin huzurundayıq. Feyziyyə mədrəsəsində onun hücrəsi mədrəsənin yanındaydı. Mərhum Ağa Şeyx mühasiyə başlayanda bir qədər ucadan danışarmış. Deyir ki, bir gecə gördüm, saqqalı seyrək bir cavan oğlan gəlib oturdu mərhum Ağa Şeyxlə üzbəüz və müəllimdən xahiş elədi ki, dərsi bir qədər yavaş desin və hücrədə mütaliəyə mane olmasın. Demişdi ki, ucadan danışırsınız, hücrədə kitab oxumağımıza müşkül yaranır. Şeyx cavan tələbənin üzünə baxıb deyir, baş üstə, bundan sonra yavaş danışaram. Bunun ardınca Ağa Ruhullah ayağa qalxıb gedəndə mərhum Ağa Şeyx ona tərəf zillənib deyir ki, bu cavanın İslamda və ölkədə gələcəyi çox parlaqdır. Sonralar gördük ki, bəli, Ağa Şeyxin dediyi düzüdür. Gənc Ruhullah Xomeyni ilk əsərini 1928-də hələ 26 yaşındaykən yazdı. O 29 yaşında evlənmək qərarına gəldi. Ağay Mirzə Məhəmməd Təqi Səqəfi Tehranda idi və bir məsciddə imam cəmaat idi. Amma Ağa Şeyx Əbdülkərimə qoşulmuşdu. İmam Xomeyni bu böyük insana çox hörmət göstərir və onu həmin adla tanıyırdı.
Xanımı ilə həyat qurmaq prosesi uzun çəkdi. 9 ay. Çünki imam tanınmamış bir tələbə idi. Mənim anam isə varlı ailədən və demək olar ki, o vaxt yuxarı təbəqədən idi. O vaxt anamın atası razı olsa da, anamın nənəsi bir qədər müxalifət edirmiş. Hər halda atamın qaynatası da Qumda ruhani olduğu üçün imamı yaxşı tanıyırdı. O, imamın çox zəkalı, müdrik və əlaçı tələbə olduğunu, eyni zamanda təqva əhli tanındığını yaxşı bilirdi. O vaxt 15 yaşı olan anam üçün Qumda yaşamaq bir qədər çətin idi. Ancaq anam sabahsı imama yox cavabı verməyə hazırlaşarkən yuxuda görür ki, pəncərədən eşiyə baxır. Həzrət Peyğəmbər, imamlar, Həzrət Əli və Həzrət Fatiməni görür. Sevinib deyir ki, bunlar mənim imamlarımdır. Mən Peyğəmbərimizi sevirəm. Evdə olan bir xanım soruşur ki, bunları sevirsənmi? O da narahatlıqla cavab verir. Əlbəttə ki, niyə sevməyim? Deyir, yox, bunları sevmirsən. Və yuxudan qalxır. Yuxusunu sabahki gün nənəmə nağıl edir. Və nənəm deyir, qızım deyəsən bu Seyid yaxşı insan olmalıdır. خوبی باشه طوری که در مجلس عقد امام خمینی İmam Xümeyninin kəbin kəsmə məclisində Aytullah Kaşani olur və o imamın qaynatası Aytullah Şəqəfiyə deyir ki, sən bu dahini hardan tapdın? Axı bu sadə rövhani deyil, dahidir, çox zəkalı və müdrik bir şəxsdir. روحانی معمولی نیست. Qacarlar hakimiyyətini devirib taxta çıxan yeni şah Rza Pəhləvi məmləkətin əkin yerlərinin yarısına sahib çıxmaq istəyir və sənədlərini öz adına edir. Bu şah cəvahirat yığmaqda ad açmışdı. Çalışır ki, güclü bir ordu yaratsın və öz əmlakını qorusun. Rza Şah kör-körənə Türkiyədə Mustafa Kemalın işlərini təqlid edirdi. Atatürk hicabın ləğv edilməsinə əmr vermiş və məscidləri muzeyə çevirmişdi. Rza Şah Atatürkün təcrübələrindən istifadə etmək üçün Ankaraya səfər etdi. رضاخان منبیاتش منبیات آتاتورک بود در ترکیه. Rza xan 1935-də din xadimlərini başlarına əmmamə qoymaqdan çəkindirdi. Məcbur elədi ki, qərb formasında libas geysinlər. 1936-da hicabı ləğv etdi və hicri qəməri təqvimindən istifadə etməyə qadağa qoydu. Eləcə də Aşura günü mərasimlərini dayandırılmasına fərman verdi. Cümə namazının qılınmasını ləğv etmək və mədrəsələri bağlamaq onun digər hərəkətlərindən hesab olunurdu. Rza Şahın xanımı Qumda başı açıq Həzrəti Məsumə Səlamullah əleyhin hərəminə daxil olarkən, hərəmin xadimləri ondan münasib geyimdə olmasını istədikdə, Rza Şahın adamları xadimləri döydülər. Bu adam nökərlik xislətinə görə bütün insanları və insani məsələləri aradan aparıb fahişəlik mərkəzi yaradır. Televiziyası fəhşa mərkəzidir. Radyolarının çoxu pozğunluğu yayır. Açılmasına icazə verdiyi mərkəzlərin də çoxu analoji işlərlə məşğuldur. Buna görə də Tehrandakı ispirtli içki satan mərkəzlərin sayı kitab mağazalarından çox-çoxdur. Əxlaqsızlıq yuvalarının da ki sayını özünüz yaxşı bilirsiniz.
Kino fəhşa mərkəzidir. Biz kinonun əleyhinə deyilik. Biz radyonun əleyhinə deyilik. Biz televiziyanın əleyhinə deyilik. Biz fahişəliyin və əxlaqsızlığın əleyhinəyik. Gənclərimizi geridə saxlayan və əcnəbilərə xidmət edən metodları istəmirik. Burada heç də yeniliklə müxalifət etməkdən söhbət gedə bilməz. Rıza Şah Pəhləvi oğlu Məhəmməd Rizanı monarxiyanı davam etdirməyə hazırlayırdı. Məhəmməd Riza Tehranda Nizam məktəbində təhsil aldı və sonra Avstriyada təhsilini təkmilləşdirib atasının yanında siyasi fəaliyyətlərə başladı. Ataşah digər padişahlarla qohum olmaqla monarxiyasını möhkəmləndirmək istəyirdi. Bu səbəbdən oğluna Misir padişahı Məlik Faruqun bacısı Şahzadə Foziyəni aldı. O zaman Şura Məclisinin üzvü Seyd Həsən Müdərrisin həyatına qarşı sui-qəsddən sonra müxalifət ən güclü nümayəndəsini itirdi. Gənc Ruhullah isə hələ ciddi şəkildə siyasi məsələlərə qarışmasa da ətrafında baş verənlərlə ciddi şəkildə maraqlanırdı. Bu şübhəsiz ki, Ruhullahın gələcək siyasi fəaliyyətlərinin özülünü təşkil edirdi. Millətimiz deyir ki, bu Pəhləvi monarxiyası əvvəldən qanuna zid yaranıb. Mənim yaşımda olanlar çox yaxşı bilirlər ki, Təsisçilər Məclisini elə o zaman süngü gücünə və zor tətbiq etməklə və xalqın rolu olmadan yaratdılar. Və həmin məclisin üzvlərini zorla Rizaxanın ölkədə öz monarxiyasını və müstəbidliyini qorumaq cəhdinə müsbət səsi verməyə vadar etdilər. Çox aydın müşahidə olunur. Görünür bu rejim və monarxiya elə əvvəlindən qeyri-legitimdir və onun qanuniliyi yoxdur.